Değerli izləyicilər, burada sual verir ki, uyğunluq gözlənilmişdir. 4-cü yüzün ikinci yarısı Qobi çölündən Xəzər dəniz sahillərinə qədər uzanan ərazilərdə dövlət qurdular. Avropanın dövləti. Xeyr. Avropanın dövləti İdil və Reyn çayları arasında olan ərazidə idi. Deməli, bu yanlışdır. Aksuvar xanına qarşı çıxaraq axunlarla müharibə aparmışdı Xəzər xaqanlığı. Xeyr, Aksuvar xaqan dövrü heç Xəzər xaqanlığı mövcud deyildi. Deməli, yanlışdır. Çində Tan sülaləsini himayə edirdi Uyğur xaqanlıları, düzdür. Çünki Tan sülaləsi 618-ci ildə olduğuna görə 618-ci ildə hakimiyyətə gəldiyinə görə Uyğur ümumiyyətlə ondan sonra Mancur sülaləsi gəlir. Yəni hakimiyyətə Sun sülaləsi, daha doğrusu Sun sülaləsi gəlir və 960-a qədər bu Tan sülaləsi hakimiyyətdə olub. Deməli, elə C uyğundur. Qırğızların üsyanı zamanı süqut edən Göytürk deyil, bu Uyğur idi. Bu yanlışdır. Peçeneglərin başqa dini pərakəndələri nəticəsində süqut etmişdi. Qaraxanlı yox, Xəzər xaqanlığı. Deməli, bu da yanlışdır. Uyğun cavabımız C variantıdır.